Xoş gördük, dəyərli izləyicilər. Ölkədə və dünyada baş verən ən son xəbərlərdən anındaca xəbərdar olmaq üçün Günlük Xəbərlər YouTube kanalımıza abunə olun və bildirişləri açmağı unutmayın. Avqustun 18-də Azərbaycanda hava şəraitinin əsasən yağmursuz və isti keçəcəyi gözlənilir. Bakıda və Abşeron yarımadasında hava əsasən yağmursuz olacaq. Mülayim şimal-qərb küləyi əsəcək. Gecə temperatur 21-24 dərəcə isti, gündüz isə 28-32 dərəcə isti olacaq. Atmosfer təzyiqi 756 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-80%, gündüz isə 45-50% olacaq. Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz dağlıq ərazilərdə qısa müddətli yağış yağacağı və şimşək çaxacağı ehtimal olunur. Gecə və səhər bəzi dağlıq ərazilərdə arabir duman olacaq, şərq küləyi əsəcək. Rayonlarda havanın temperaturu gecə 20-25 dərəcə isti, gündüz 31-36 dərəcə isti olacaq. Dağlıq ərazilərdə gecə temperaturu 12-17 dərəcə, gündüz isə 20-25 dərəcə isti təşkil edəcək. Günlük Xəbərlər YouTube kanalımıza abunə olmağı və videonu bəyənməyi unutmayın.